Deməli, Nuray, çalışma 1 və 2-ni izah edirəm sənə. Burada kar və cingiltili samitləri sən tanımalısan ki, onlarla da başlayan sözün altından xətt çəkəsən. Çalışma 1-də deyir, kar samitlə başlayan sözlərin altından xətt çəkin. Başlamaq nə deməkdir? Yəni, ilk hərfi kar samit olsun. Sonraki hərflər maraqlı deyil, sadəcə ilk hərfi kar samit olsun. Baxırıq. Məsələn, şagird sözünə baxırıq. Ş kar samitdir, ona görə bu aid olacaq. Sözdə s kardır. Bu cingiltili olmaz. Çəmbəldə t kardır. Xoruzda x kardır. Sonra meşə cingiltilidir m, həm də sonor samit idi demişdik. Ona görə altından xətt çəkə bilmərik. Kitabda k kardır. Zərgərdə z cingiltilidir, olmaz. Bayraqda cingiltilidir, olmaz. Sonra gəlirik, polis p kardır. Qoyunda q cingiltilidir. Formada f kardır. Sənə demişdim də yolların karı necə tapırdıq. Əlimizi tuturduq ağzımıza. Səsləndirəndə f əlimizə külək dəyirdisə, deməli kardır. Səngərdə s külək dəyirsə, deməli kardır. Gülünc, gülçü daha doğrusu c cingiltilidir, olmaz. Balıqda b cingiltilidir, olmaz. Çinarda ç kardır. Dənizdə d cingiltilidir, h kardır. Həm də sonor samit idi demişdik. Qarşılığı yoxdur yəni. Sonra başlayırıq çalışma 2-nin izahına. Cingiltili samitlə başlayanların altından xətt çəkirik. Yəni, ilk hərfi cingiltili samit olsun. Nə cür idi? Əlimizi ağzımıza tuturduq. Külək dəymirdisə, deməli cingiltili idi. Raket cingiltilidir, çəkirik. Çəkmə ç kardır, olmaz. Zoğal z cingiltilidir. Lampa l cingiltilidir, həm də sonordur. Tort kardır, olmaz. Daha sonra körpü kardır, olmaz. Zəmbil z cingiltilidir, olar. Xörəkdə x kardır, olmaz. Cücə c cingiltilidir, altından xətt çəkə bilərik. Cingiltili ilə başlayır yəni. Daha sonra gəlirik. Qohumda q cingiltilidir, altından xətt çəkə bilərik. Şəhərdə ş kardır, olmaz. Filmdə f kardır, olmaz. Daha sonra gəlirik. Yorğanlı jaket. Y cingiltilidir, altından xətt çəkə bilərik. Jaket cingiltili deyil. Burada vaqon var. V da cingiltilidir, altından xətt çəkə bilərik. Pərdədə p cingiltili deyil, kardır, altından xətt çəkə bilmirik. Maşında m cingiltilidir, altından xətt çəkə bilirik. Daha sonra dodaqda d, bu da cingiltilidir, altından xətt çəkə bilirik. Bu qədər izahlar. Əsas odur ki, kar və cingiltili samitləri tanımağın praktik yolunu öyrətmişəm sənə, Nuray. Həmin o praktik yolu yadına salaraq yaza bilərsən.